Salam uşaqlar, necəsiz? Qardaşıma baxıram part 3. Mama da uşağı üstümə atıb gedir. Hardadır bu uşaq? Gedim görüm otağındadır yəqin. Bəbə yatıb ki. Mən də gedim rahat-rahat televizora baxım. Bu divanda da rahat-rahat otura bilmədim. Başladı yine, durdu. Gidək baxaq nə istəyir. Geldi mi? Geldi. İki gözüm çiçeği. Acımısan, gedim sana yemek hazırlayayım. Gəlirəm indi. Getdi ye. Onda rüyada yetinden, onda rüyada yetinden. Bir tane boş kap götürün. Bu annene ne kadar mama görməyib yığışdırın. Neyse, uşaq məni gözləyir. Yemək pişirim. Çörək, kalpaza, pendir, pomidor, bir tane de kendi yumurtası, bir tane de çörək. Yemədə yanımda yat. Bəh bəh. Neylədim mən? Mama məni öldürəcək. Tez gedim qardaşıma baxım. Qapı bağlıdır ki. Ay qonşular, kömək eləyin. Qonşular, kömək eləyin. Qonşular deyəsən yatıblar. Gedim evdələr yığışdırım tez. Bir şeyler tırıştırım sonra. Bu soyucucuq niye uzaqdır? Bir tane uşağın sütü var ki. Qapını bağlama, bağlama. Ay Allah, qaldım burada. Donacağım deyəsən burada. Tulka hara getdi? Tapdım. Burada deyirlər. Annem, annem, məndən güldən gözdüm. Ətə baxı, atem tutan mən səni, qızartıp yiyeyim mən səni. Çığışı tapsaydım, tapdım deyəsən. Mən qonşu evindən çıxdım ki. Nə qədər qonşu görməyib qaçın buradan. Qardaşıma nə olub? Üç hərflər girib deyəsən içinə.